Səhər və günorta. Fərəc Qorxmazov səhər yuxudan duranda Güllünü evdə görmədi. O xəstəxanadan gecə növbəsindən hələ qayıtmamışdı. Ona birdən-birə arvadının gecə növbəsində işləməsi qəribə gəldi. Düzdür, Güllü gecə növbəsinə həftədə bir dəfə qalırdı. O da ağır xəstələr olanda. O təcrübəli işçi kimi cərrahlıq şöbəsində baş tibb bacısı idi. Əslində isə gecə növbəsinə qalmaya da bilərdi. Amma ağır xəstələr olanda iynə vurmağı, dava dərman verməyi cavan, hələ təcrübəsi tibb bacılarına etibar etmirdi. Cərrahlar arxayın idilər ki, Güllü bacı kəsib doğrama əməliyyatından sonraki birinci gecə xəstəyə nə lazımdırsa edəcək və zəruri hallarda özü hər cür təcili yardım göstərəcək. Güllü, ikimiz də insan həyatı uğrunda vuruşuruq. Amma sənin işin hara, mənimki hara? Sən kimliyindən, nəçiliyindən asılı olmayaraq hamının xilasına çalışırsan. Mən isə hamıya bir gözlə baxa bilmərəm. Oğru var, cani var, qatil var. Kaş mən də sənin sənətini seçərdim. Nəysə. Fərəc əl üzünü yuyub özünə çay dəmlədi. Nahar edib evdən çıxdı. Küçə qapısında Güllü ilə rastlaşdı. İkisi də sevindi. Bir neçə saniyə həsrətlilər kimi durub gülə-gülə bir-birinə baxdılar. Güllünün bir əlində çanta, o biri əlində zəmbil var idi. Zəmbil göy-göyərti ilə dolu idi. Yəqin işdən çıxıb bazara getmisən, hə? Bəs dünə deməmişdin ürəyin göy qutab istəyir? Söz idi dedim. Axı yorğun arğın bazara niyə gedirdin? Şoferə deyərdim. Yox, şoferə indiyə kimi heç nə deməmsən, indi də heç nə demə. O bizə heç nə alıb gətirməsin. Biz bir o qədər əfəl deyilik ki, bazarlığımızı özümüz eləyə bilməyək. Fərəc bir də gülümsündü. Baş üstə şoferi buyurmarıq, dedi və getmək istədi. Güllü zəmbili yerə qoydu. Sözlü adamlar kimi əlini saçlarına çəkdi. Fərəc ayaq saxladı. Hə, qulaq asıram, sözlü adam oxşuyursan. Bugün baxıram, görürəm bazarda göyərti satan uşaqların əlindən tərpənmək olmur. Sənə söz gəlməz bunun üstündə. Gələr. Bazar uşaqların, ələxsus yeniyetmələrin əxlaqını pozur. Adı kolxoz bazarıdır. Amma göyərti, meyvə satanların çoxu daimi alverçilərdir. Özləri çayxanalarda oturub bığlarını eşirlər, uşaqları isə sübh tezdən kolxozlardan dəyər dəyməzinə aldıqları şeyləri satdırırlar. Dedim yadına salsan pis olmaz, söz gələr sənə. Yaxşı, əncam çəkərik. Fərəc istədi getsin, ancaq Güllünün dərdi təzədən açıldı. Tələsmə, qoy sənə bir xəbər də verib qanını qaraldım. Bu gecə səhərə kimi bazar uşaqlarından birinin həyatı üçün bütün xəstəxana bir-birinə dəymişdi. 15 yaşlı bir oğlanı öz yoldaşı bıçaqlayıb. Səhərə kimi həkim də, mən də yanından ayrılmamışıq. Fərəc alnını ovxaladı. Aydındır. Hələlik. Fərəc iri addımlarla küçədə onu gözləyən maşına tərəf getdi. Bir saat ötdü və o şəhərin kolxoz bazarını başdan başa dolaşandan sonra şöbəyə gəldi və gələn kimi də Xəlilovu yanına çağırdı. Məhərrəm Xəlilov Fərəcin oğlundan 3-4 yaş böyük olardı. 3 il idi ki, hüquq fakültəsini bitirmiş, milis şöbəsinə müstəntiq təyin edilmişdi. Bildiyiniz kimi bir illik təkmilləşmə kursundan təzə qayıtmışdı. Rəis Xəlilovla təkbətək söhbəti xoşlardı. Xəlilovun bu kabinetdə özünü sərbəst aparmasını, saçlarını səliqə ilə darayıb başını dik tutmasını, suallara cəld və aydın cavab verməsini xoşlardı. Xəlilov bədəncə sağlam və uca boy idi. Səliqə ilə geyinərdi. Hər cəhətdən Qorxmazov onu oğluna bənzədərdi. Xəlilov qapı ağzında əmrə müntəzir dayanmışdı. Hə, baş leytinant, səninlə bir məsələni məsləhətləşmək istəyirəm. Otur, sözlərimə diqqətlə qulaq as. Buyurun, yoldaş rəis, sizə qulaq asıram. Qorxmazov indicə şəhər kolxoz bazarından gəldiyini dedi. Orada gördüklərini, şahid olduğu hadisələri bir-bir saymağa başladı. Bazarda uşaq səsindən qulaq tutulur. Kiçik yaşlı uşaqlar qurşanıblar alverə. Bilirsiniz ki, qanunda məktəb yaşlıları cinayətə cəlb edənlər barədə xüsusi maddə var. Uşaqların alverçiyə çevrilməsi məndə təşviş doğurur.
Məhərrəm dərhal dedi. Xüsusilə sizi narahat edən şəhər daxili işlər şöbəsi nəzdində uşaq otağının olmamasıdır. Eləmi yoldaş mayor? Məhərrəmin onu düzgün başa düşüb tez nəticə çıxarması rəisin xoşuna gəldi. Məqsədimi düz bilmisən, dedi. Yeniyetmələrin həyatı məni ciddi düşündürür. Bu məsələ tək sizi yox, maarif şöbəsini, komsomolu da düşündürür. Məsləhətiniz, yoldaş mayor? Elə bu gündən bu saatdan işə başlamaq. Sizi Daxili İşlər Şöbəsi adından vəkil təyin edirəm. Şəhər Sovetinin əlaqədar məsul işçiləri ilə danışıb xüsusi otaq ayırmaq lazımdır. Belə otaqlar böyük şəhərlərdə, hətta bəzi rayonlarda var. Bizdə isə uşaq otağına xüsusi inspektor təyin olunmalıdır. Xəlilov yarı zarafat, yarı gerçək soruşdu. Olmaya məni ora inspektor təyin etmək istəyirsiniz? Yox, Məhərrəm. Məsləhətləşirəm. Sən istintaq şöbəsinə lazımsan. Nə qədər ki bu axsaq, o sözünü uddu, zarafatiyana əlavə etdi. Nə qədər ki bu hətəmoğlu var, kələf dolaşıq qalacaq deyəsən. Heç bilmirəm sənə necə təşəkkür edim. Prokurorluqda mənə də güzəştə getmədiyin xoşuma gəldi. İnamınıza görə çox sağ olun, ancaq bilirəm Məhərrəm, səni mühüm işlər gözləyir. Açılmamış cinayətlərin ağırlığı belimizi büküb. Cavan hüquqşünas təəssüflə köks ötürdü. Qorxmazovun qırışlar kəsilmiş alnına, üzünün gərilmiş əzalarına tamaşa elədi. Onun iri, qara gözlərində qüssə və təşviş gördü. Hələlik asudə vaxtlarında uşaq otağının təşkili ilə məşğul ol, deyə Qorxmazov sakitcə dilləndi. Qorxmazov bazarı həllənib şöbəyə gələndə gecə növbətçisi ona məlumat təqdim edib, dünən bazarda baş verən bıçaqlanma hadisəsini xüsusi nəzərə çatdırmışdı. Demişdi ki, müqəssir qaçıb. İndi isə gündüz növbətçisi daxili telefonla bildirdi ki, 2 qoca kişi gəlib. Rəisin onları qəbul etməsini xahiş edirlər. Dünən bazarda bir-birini bıçaqlayan uşaqların atalarıdır. Buraxın gəlsinlər. Qorxmazov uşaqların atalarını göydə axtarırdı, yerdə əlinə düşdü. Budur, qapı açıldı. Valideynlər asta adımlarla rəisə yaxınlaşdılar. Qocaların ikisi də təqaüdə çıxmış fəhlə idi. Özü də əm uşağı idilər. Qorxmazov 60 yaşı ötmüş, üzlərini saqqal basmış bu qocaları sakit etmək üçün xeyli dilağız eləməli oldu. Nəhayət ciddiləşdi. Axı deyin görüm nə istəyirsiniz? Qocalar yalvarmağa keçdilər. Çevir bizi balalarının başına. 2 əmnəvəsi balaca savaşıblar. Bir işdir olub. Qanı qanla yumayıblar ki. Qorxmazov hirsləndi. Balaca savaşıblar. Deyin görüm, uşaq bıçaq zərbəsindən ölsəydi, onda nə olardı? Qocalar göz yaşlarını quruluyub, başlarını yerə tikdilər. Əgər uşaq ölsəydi, siz yəqin ki qanlı düşmən olacaqdınız, eləmi? Qocalardan səs çıxmadı. Onların ikisində də bıçaq olub. Əgər ilk zərbədən biri yerə sərilməsəydi, o biri macal tapıb öz bıçağını işə salacaqdı. Biz barışığa gəlmişik, nəçənlik. Olan olub, keçən keçib. Bizi dolandır balalarının başına. O qaçan oğlanı gedib tapıb bura gətirin. Bıçaq onsuz da ələ keçib. Əşyayı dəlil göz qabağındadır. Şükür eləyin ki, ölüm olmayıb. Gedin həkimlərə minnətdarlıq edin. Qocaların biri yenə zarıdı. Bu bıçaqlayanın atası idi. Nəçənlik, bəsdir qoca, az nəçənlikdir. Mən də sənin kimi bir atayam. Əgər bilsəm ki, oğlum öz yoldaşını, hələ qohumunu demirəm, üstünə bıçaq çəkib, onu özüm məhkəməyə verərdim. Qorxmazov birdən hiss etdi ki, sözləri o qədər də səmimi deyil. Yumşaldı. Qarşısında tir-tir əsən 2 qoca ata birdən-birə ona elə yazıq və zavallı göründü ki, ürəyində mərhəmət hissi baş qaldırdı. Qəbulda iştirak edən Xəlilov söz istədi və rəisin razılığını alıb qocalardan xəbər aldı. Uşaqlar nə üstündə savaşıblar? Qocalardan səs çıxmadı. Müstəntiq sualı bir də təkrar etdi. Bu dəfə atalardan biri dilləndi. Bircə dəstə gül üstündə, ikisi də gül becərir. Səhər qızıl gül dəstələri qarışıq düşüb, ayırd eləyəndə biraz sözləşiblər. Sonra da bazarda biri az, biri çox qazanıb höcətləşiblər. Hadisə baş verəndən bir qədər sonra ilk istintaq zamanı yaralanmış uşaq da belə ifadə vermişdi. Xəlilov qocanın dediklərinə bir söz əlavə edə bilmədi. Bircə bunu dedi. Gül hara, qan hara.
Qorxmazov da hadisənin səbəbini başqa yerdə axtarırdı. Ancaq gül söhbətini eşidib sakitləşdi. Üzünü qocalara tutub dedi: "Yaxşı, gedin. Ancaq balaca qatili üzə çıxardın. Bu işə məhkəmədə uşaq dəcəlliyi kimi baxılmasını xahiş edərik. Siz isə həyətinizin güllərini hər gün Kaptorkun gül mağazasına təhvil verəcəksiniz." Qocalar dal-dala, əlləri döşündə çıxıb getdilər. Qorxmazov üçün günün ən çətin vaxtı gündüz saat 12-dən başlanırdı. Saat 12-də o sosialist əmlakını dağıdanlarla mübarizə qrupu əməkdaşlarını qəbul edirdi. Qəbul 1 saat çəkdi və doğrudan da gərgin keçdi. Nəhayət Qorxmazov hiss etdi ki, yorulub, həm də günorta naharının vaxtı çatıb. Divar saatına baxdı. Rəisin yanındakılar bu saata baxmağın nə demək olduğunu başa düşüb getdilər. Birazdan Qorxmazov yaxınlıqdakı şəhər bağına tərəf addımlayırdı. Adəti üzrə bu bağdakı restoranda nahar edəcəkdi. Yolda düşünürdü. Nə üçün yeniyetmələr arasında qanunu pozanlar çoxalsın, hətta cinayətkarlar əmələ gəlsin? Bugün Qorxmazovun həm sevinən, həm də qəmlənən günü idi. Bəzilərinə elə gəlirdi ki, Qorxmazov kimləri nə sevinməyi, nə də qəmlənməyi bacarırlar. Daş ürəkli adamlardır. Peşələri onları bugünə salıb. Bədəl Xeyrullayevlə telefon danışığını xatırladı. Qorxulu odur ki, bizim şəhərdə 17-18 yaşına çatan cavanların arasında orta təhsil almayanların, sənət məktəbində oxumayanların sayı artır. Bunun səbəbi ilə isə sən də, mən də maraqlanmalıyıq. Prokurorun bu sözlərində həqiqət var idi. Qorxmazov trolleybus dayanacağına çatıb, sağ tərəfdəki bağa dönmək istəyəndə kimsə ona ucadan salam verib yolunu kəsdi. Qorxmazov başını qaldırıb Qariki gördü. "Salam naçalnik, qulluğunuzda olum" deyə o səsləndi. Mayor salamı alıb keçmək istəyirdi ki, Qarikin yanındakı qız diqqətini cəlb etdi. Bu keçən il öldürülmüş gecə gözətçisi Göyçəyin qızı idi. Qorxmazov ayaq saxladı. Qız uca boy, gərdənli idi. Səliqə ilə geyinmişdi. 18-19 yaşlarında bir gözəl idi. Qız özünü qəribə aparırdı. Qarikin böyünündə dingildiyirdi. Üzünün ifadəsi elə idi ki, bilmirdin inciklidir ya sevincindən belə edir. Elə bir rəisi lap yaxından tanıyırdı. Baxışında bir laqeydlik vardı. Rəis çaşıb qaldı. O, acınacaqlı hadisə vaxtı 1 il əvvəl anasının meydini qucaqlayıb fəryad qoparan arıq, çəlimsiz bir qızı yadına saldı. "Bu odurmu?" deyə öz-özünə sual verdi. Onda qızın narahat baxışları, gah ona təskinlik verənləri, gah da bir neçə adım kənarda durmuş Qorxmazovu dərdə salırdı. Bu qız yəni belə tez dəyişdi? Həyat yəni belə qüdrətlidir ki, ən dəhşətli kədəri, ən böyük dərdi asanca yuyub aparır? Nəysə, Qorxmazovun qızdan xoşu gəlmədi. "Naçalnik, mən məktəbi qurtardım. Diplom almışam. İndi Qarik əmi məni depoya aparır ki, işə düzətsin" deyə Tamilla gülümsədi. Rəis də gülümsəməyə məcbur oldu. "Nə işinə ay qız? Bu yadınızda deyil, o hadisə vaxtı sizə demişdim ki, tibb məktəbində oxuyuram. Güllü xalanın yanında təcrübə keçmişəm. Bəs Güllü xalaya niyə demirsən şəhər xəstəxanasında işə düzətsin səni? Onun yanına get." Qız gah Qarikə, gah da Qorxmazova baxırdı. Bilmirdi ki, nə cavab versin. Sonra kəskin bir hərəkətlə əlindəki kiçik çantasını qoltuğuna vurdu. Sinəsini qabardıb Qorxmazovun çiyni üstündən göylərə baxdı və səsi titrəyə-titrəyə dedi. "Yox, Qarik əmi tanış adamdır. Bir zaman atamın yanında çilingər işləyib. Atamın işlədiyi deponun tibb məntəqəsində çalışmaq istəyirəm." Qızın Qarikə daha çox meyllənməsi Qorxmazovu çaşdırdı. Qarikə baxdı. Qarik pırpız tüklü başını qaşıdı. Sonra yan cibindən bir iri daraq çıxarıb saçını daradı. Yoğun səslə dedi. "Qorxmazov yoldaşın ayağı dəyən yerə biz başımızı qoyarıq. Əlbəttə şəhər xəstəxanası hara, bizim ambulatoriya hara. Düzdür, orada gözüm üstündə olacaqdı. Ancaq naçalnikin dediyi məsləhətdir." Qorxmazov hiss etdi ki, Qarik boğazdan yuxarı danışır. Ürəyinə şübhə damdı. Qarik içmişdi, ağzından şərab iyi gəlirdi.
Ətrafları şişmiş zil qara gözlərində isə nə isə bir narahatlıq vardı. Qorxmazova birdən elə gəldi ki, Qarikin Göyçəyin qızını öz yanında işə düzəltmək səyi məqsədsiz deyil. Qorxmazov ciddi tərzdə qıza tapşırdı. Bu saat get bizim idarənin qabağına, məni gözlə, 10-15 dəqiqəyə qayıdıram. Sonra o Qarika üz çevirdi. Keflisən, dedi, get başını soyuq suda yu. Qarik özünü o yerə qoymadı, gülə-gülə dedi. Baş üstə naçalnik. Qarik uzaqlaşdı. Qorxmazovun günorta naharı 10-15 dəqiqə çəkdi. O xörək paylayanı çağırdı. Nə qədər eləyir? Heç nə qədər. Bu nə sözdür? Pulunuz çatıb. Nə? Ştangiz Qarik tapşırdı ki, sizdən pul almayım. Qarik özü ödəyəcək. Rəis xidmətçiyə acıqlandı. Çay çörəyin pulunu verib ayağa qalxdı. Gedəndə Şüşəbənd arakəsmənin o tərəfində Qariki, tikinti idarəsinin şoferi İbadı və bir neçə tanımadığı adamı bir süfrə ətrafında gördü. Kefləri ala buludda idi. Qarik və dostları rəisin içəri boylandığını hiss etdilər. Onların səs-küylü məclisinə sanki su çiləndi. Yuxarı başda əyləşmiş İbad üzünü divara çevirdi. Qarik özünü görməməzliyə vurub, boşqabdakı kababdan bir tikə götürüb ağzına qoydu. Hiss olunurdu ki, o məclisə indicə qoşulub. Qorxmazov məclisdəkilərin sir sifətini, qiyafətlərini yadında saxlamağa çalışdı. O iri addımlarla həyata doğru getdi. Kabinetinə girən kimi səhiyyə şöbəsinə zəng vurdu. Xahiş etdi ki, Göyçək arvadın qızı Tamilla işlə təmin edilsin. Savxoz əməliyyatı. Nora oğlu Əli ilə birlikdə savxoza getdi. Bugün ayın axırı idi. Maaş verilən gün idi. Savxozun direktoru baş mühasib idarədə yox idi. Onları hara isə çağırmışdılar. Maaş verməklə məşğul olan kassier Noraya dedi. Ay bacı, sizin ödənç vərəqinizi gərək baş mühasib imzalasın. O da yoxdur, direktorla harasa gedib. Baş da qarışıqdır, maaş günüdür. Adam çox, mən tək. İnciməyin, sabah gəlin pulunuzu alın. Pul qutarmaz ki. Nə danışırsan? Pul çoxdur. Cəmaatın çoxu da çöldə bayırdadır. Hələ yarısı sabaha qalacaq. Onlar şəhərə qayıtdılar. Nora işə getdi. Əli isə bir xeyli evdə oturandan sonra axşamüstü şəhərə çıxdı. O tənha küçələrdə dolaşmağı sevirdi. Belə vaxtlarda kəndi, Heydər atanı, Anuş ananı xatırlayırdı. Əli ağlı kəsən vaxtdan Anuşun qucağında böyümüşdü. Əsl ana məhəbbətini də onda görmüşdü. İndi Noraya ürəkdən ana deyə bilmirdi. Bunları fikirləşə-fikirləşə Əli küçələri dolaşıb hara getdiyini, kimi axtardığını unutmuşdu. Axır vaxtlar lap qəribsəmişdi. Dostlarını, yetimi, İbadı görməyə ehtiyac duyurdu. Kiminləsə dərdini bölüşmək, oturub durmaq fikrini dağıtmaq istəyirdi. Budur, qarşı tərəfdən tanış Pobeda ona sarı gəlir. Bu İbadın maşınıdır. Əli sevindi. Adını çək, qulağını bur. Əli yolun ortasında dayanıb əllərini qaldırdı. Saxla. Pobeda ona çatıb dayandı. Əli dəvət gözləmədən keçib maşında əyləşdi. İbad gənc dostunu həmişəki kimi xoş sifətlə qarşıladı. Hardasan, görünmürsən. Yetim də gileyləndi. Nə vaxta kimi ana uşağı olub ətək altından çıxmayacaqsan? Əli bir qədər pərt oldu. Doğrudanmı onu ana uşağı sayırdılar? İbad yetimə bozardı. Balam, onun vaxtında hamımız elə ana uşağı idik də. Elə sən də, mən də, hamı. Maşının sürətini artırıb şəhərdən çıxanda İbad Əlidən soruşdu. Savxozla haqq hesabını axırı necə oldu? Pulunuzu verdilər? Əli köksünü ötürdü. İbad bir söz demədən maşını birbaş restorana sürdü. Oturdular, yedilər, içdilər. Əli də bərk içmişdi. Deməli pulu ala bilməmisiniz? İbad təkrar etdi. Bəlkə pulları yoxdur, ona görə vermirlər, deyə Əli mızıldandı. Dedilər sabah gələrsiniz. Bugün maaş günü idi, basa-bas idi. Baş mühasibdə yox idi ki, ödəncə qol çəkəydi. Lələşin elə bugün əncam çəkər, deyə İbad döşünə döydü. Pul kağızı səndədir? Yox, indi kassa bağlı olar, sabah gedərik, deyə Əli suala cavab vermədi. Kassiri evdən çağırtdıraram. Onlara göstərərəm ki, adam incitmək nədir, deyə İbad bağırıb Əli üçün yenə araq süzdü. Bəlkə sabaha pul qutarar?
Yox, qurtarmaz, çoxlu pul almışdılar. Seyf pulla dolu idi. Qulağımla eşitdim ki, cəmaatın yarısını sabaha saxlayacaqlar. Yeyib içəndən sonra bu qərara gəldilər. Əli gecə yarı onlara bələdçilik edib safxoza aparacaq, pul kağızını da anasından gizlin götürəcək. İçki əlini bərk tutmuşdu. İndi o öz halal pulunu yoldaşlarının hədə qorxusu ilə almaq qəsdinə düşmüşdü. Sabaha qalsa kim bilər, yenə nə hoqqa çıxardardılar. Bir də ki, gözlə kassaya pul gələcək. Həm də o anasını da şad edərdi. Ana al gör, nə qədər puldur. Gecədən xeyli keçmiş, İbadın Pobedası şəhərdən çıxıb torpaq yolla Kür qırağına tərəf gedirdi. Maşında Əli, Yetim və 2 nəfər də Əlinin indiyə kimi görmədiyi kişi oturmuşdu. İbad Əlini öz yanında əyləşdirmişdi. Əli sürücüyə safxozun yolunu göstərirdi. Ancaq get-gedə başından şərabın dumanı çəkilirdi. İndi peşmanlayıb bunları hara aparıram deyə öz-özünə sual verir, ancaq cavab tapa bilmirdi. Nəhayət özünü tarazlayıb dilləndi. İbad qaqa, biz vaxtsız gedirik, heç kəsi tapmayacağıq. Bəlkə qaydaq, səhər gələrik. Taparıq, onun fikrini çəkmə. Ancaq yolu düz göstər, azmayaq. Hava dumanlıdır, yolu yaxşı seçmirəm. Yaxınlaşmışıq, elə bu yoldur, başqası yoxdur. İbad özünü elə göstərdi ki, güya o nə safxozun adını eşidib, nə də yolunu tanıyır. Çox keçmədi ki, maşın daş hasara tərəf dönüb darvazanın yanında dayandı. Təkcə İbad aşağı düşdü. Darvaza bağlı idi. Əli yerdən bir daş qapıb qapını döydü. İçərdəki binadan kimsə gəlirəm deyə səsləndi. İbad maşına qayıdıb onu dalı sürdü. Qapıdan xeyli aralı, qaranlıqda saxladı. Əlinin tanımadığı 2 nəfərdən biri eynəkli kişi düşüb darvazaya yaxınlaşdı. Gözətçinin içərdən kimdir sualına zəhrimar kimdir, çor kimdir cavabı verib acıqlandı. Eynəkli kişi başına minis papağı qoymuşdu. Əli çaşıb qaldı. Onu təəccüb və heyrət götürdü. Karsan, eşitmirsən, heyvanın biri heyvan. Yatmağa kim icazə verib? Aç qapını. Gözətçi kəkələdi. Yoldaş nəçənlik, bu saat. Çox keçmədi ki, gözətçi açarı gətirib qapını açdı. Gözətçinin qapını açması ilə 3 nəfərin, Yetimin, eynəkli kişinin, bir də Əliyə hələ tanış olmayan o biri kişinin içəri cumması bir oldu. Bu naməlum adam Qarik idi. Üçü də gözətçini qabaqlarına salıb bir mərtəbəli binaya tərəf getdilər. Çox keçmədi, eynəkli kişi geri qayıtdı. İbad xəbər verdi ki, qarajda yük maşını var. O maşında oturub bu həngaməyə mat qalan əlini düşürüb eynəkliyə təhvil verdi. Apar bunu pulunu alsın, deyə əlavə etdi. Bilirsən də, rəisin mənimlə işi var, axtarmasın. Xudahafiz, işini zavan. Hələ heç bir şey başa düşməyən. Çəpi, eynəkli kişi o idi və Qariki, geyimini dəyiş milis işçiləri bilən Əli çəplə birlikdə içəri girəndə gördü ki, gözətçinin əl qolu sarınıb və milis işçiləri tələb edirlər ki, içində pul olan seyfi göstərsin. Gözətçi susurdu. Əli əvvəl gördüklərinə inanmadı. Yetimlə Qarik gözətçini döyməyə başladılar. Onun başı yarılmışdı, üzünə qan sızırdı. Əli hələ də necə hərəkət edəcəyini müəyyənləşdirə bilmədi. İrəlini, yerini fikirləşməyib, o cibindən pul kağızını çıxardı. Əmi, dedi, qorxma, kağızımız var. Sonra o üzünü çəpə tutdu. Siz nə eləyirsiniz? Pulun hansı kassada olduğunu mən bilirəm. Onu döyməyin, yazıqdır. Çəp əlini itələyib gözətçidən uzaqlaşdırdı. İtil buradan küçüyün biri küçük. Əl ayağım sənə dəyməmiş, çəkil kənara, deyib dişlərini qıcadı və bıçağa əl atdı. Qarik sakitcə dedi. Lazım deyil, onunla işin olmasın. Çəpin bıçağı buz kimi parıldadı. Əlinin gözlərini üşütdü. O qorxub geri çəkirdi. Gözətçi bütün işgəncələrə dözürdü. Ya pulun hansı kassada olduğunu bilmirdi, ya da bilib demək istəmirdi. Birazdan gözətçi huşunu itirdi. Çəp onun üstünə yarım vedrə su tökdü. Ancaq kişi özünə gəlmədi. Yetim isə harasa getdi və tez qayıtdı. Maşının hazır olduğunu xəbər verdi. Tələsməyə başladılar. Çəp dodaqaltı donquldandı. Pobedanı naxaq buraxdıq, gözətçini öldürdük, pulu da tapmadıq. Bəs indi necə olsun? Belə işlərdə İbad tədbirli idi, deyib dərindən nəfəs aldı. O əlini belinə qoyub fikrə getdi. Yetim yaxınlaşıb gözətçiyə baxdı. Onu ayağının ucu ilə tərpətdi.
Yaxşı eləmədin, deyə çəpə üz tutdu. Sonra da yarı tənbih, yarı giley yenidən dilləndi. Pulu tapmamış bunu öldürmək lazım değildi. Biz pula gəlmişdik, adam öldürməyə yox. Çəp yetimlə birlikdə harasa getdilər və onların qayıtması xeyli çəkdi. Çəp əlindəki dəmir parçasını yerə atıb tərini sildi. O biri otaqlarda kassa yoxdur. Əgər pul varsa bu seyfdədir, deyə o divarın dibində hündür seyfə yaxınlaşdı. Yetim yavaşca dilləndi. Dayanın, qapını döyürlər. Hamı kiridi. Darvaza döyülürdü. Tak, tak, tak. Qayrik dedi, səsinizi çıxarmayın, bu saat gəlirəm. O həyətə enib darvazaya tərəf getdi. Çöldən səs gəldi. Əhməd, ay Əhməd, Qayrik hay verdi. Gəlirəm, gəlirəm. O darvazanın ağzına gəldi. Kimsən, nə istəyirsən? Qapını aç, işim var. Əhməd yoxdur, bu gün onun növbəsi deyil. Sən kimsən? Bu gün onun növbəsi olmalıdır axı. Bəlkə evə gedib. Yox, onun növbəsi sabahdır. Gözətçinin soruşan adam qayıdıb getdi. Qayrik təngi nəfəs qayıtdı. Gözətçini axtarırlar. Kimidirsə o cəsədi göstərdi. Bunun evinə getdi. Çox güman ki, orada tapmayıb qayıdacaq. Tez olun. Çox çəkmədi ki, 200 kiloqramlıq seyfi Qayriklə yetim pəncərədən çıxartdılar və yük maşınına qoydular. Gözətçinin meyidini də bu maşına atdılar. Qayrik sükan arxasına keçdi. Yetim də onun yanında oturdu. Çəp əlini də dartıb kuzova mindirdi. Maşın sürətlə çöl yolu ilə gedir, külək əsir, adamı üşüdürdü. Xeyli sonra çəp kabinanı döyəclədi. Qayrik sürəti azaltdı. Başını sol tərəfdən çölə çıxarıb soruşdu. Nə var, nə olub? Saxla. Maşın yavaşıdı. Çəp sıçrayıb aşağı düşdü. Üşüdüm, mənə də yer verin, deyib kabinaya soxuldu. Maşın sürətlə yoluna davam etdi. Əli kuzovda tək qalmışdı. Özünə gəlmiş əlini qara qorxunc fikirlər öz məngənəsinə almışdı. Necə olub ki, mən bunların kimliyini başa düşməmişəm? Gör başımı pilləyib məni necə aldadıblar? İndi neyniyim ki, vəziyyətdən çıxım? O maşından atılıb qaçmağı, çöldə gizlənməyə qərarı aldı. Maşının çala-çuxura düşüb yavaşlamasını gözlədi. Şəhərə az qalırdı. Qabaqda işıqlar sayrışırdı. Maşın çox sürətlə gedirdi. Budur, asfalta çıxdı. Asfalt yolun kənarındakı dirəkdə iri qəndil yanırdı. Maşın qəndilin altından ötəndə gözətçinin üzünə işıq düşdü. Əli ani olaraq baxıb gördü ki, gözətçinin gözləri açıqdır. Onu tərpətdi, kişi diri idi. Əli ehmalca onun qollarından ipi açdı. Elə buna bənd demiş kimi gözətçi dikəlib oturdu. Dəli kimi döyüşüb nəsə demək istədi. Əli onun ağzını tutub ehmalca uzandırmağa çalışdı. Səs salma əmi, ikimizi də öldürərlər. Əli gözətçinin ayağını da açdı. Qulağına dedi. Maşın sürətini azaldacaq. Qabaqda yol xarabdır. Düş qaç, mən də düşəcəm. Bir az sonra gözətçi borddan aşıb aşağı düşdü. Əlinin köksü qalxıb endi. Günahını yuduğuna, az da olsa səhvini düzəltdiyinə sevindi. Ancaq sevinci çox çəkmədi. Gözətçi yerə düşən kimi bəhkən qışqırdı. Kömək, ay haray, kömək, qoymayın, pulumu apardılar. Maşın dərhal dayandı. Yetimlə çəp kabinadan sıçrayıb geri qaçdılar. Qayrik cəld maşını daldalı xeyli geriyə sürdü. Çəp gözətçini tutub maşına tərəf sürüyürdü. Onu kuzova atanda Əli də kömək etdi. Çəp sıçrayıb kuzova qalxdı. Gözətçini basmalayıb dizinin altına qoydu. Əlinin üstünə acıqlandı. Bu nə işdir əclaf oğlu əclaf, bizi satmaq istəyirsən? Əlinə bayaq gördüyü bıçaq yenidən çəpin əlində parladı. Bıçaq qanlı idi. Çəp gözətçini yenidən vurmuşdu. Əli qorxusundan tutulub qaldı. Sonra şübhədən çıxmaq üçün dedi. Məni yuxu tutub, demə bu da əl-ayağını açıb. Qayrik, gedəkmi? Deyəndə yol kənarındakı evin 2-ci mərtəbəsindən haray çəkdilər. Kömək edin, ay cəmaət, kömək edin, yolda adam öldürdülər, kömək edin. Maşın yerindən götürüldü. Evlərdən yola tökülən yarıçılpaq adamlar səs-küy saldılar. Birazdan səslər kəsildi. Maşın şəhərdən çıxıb dağlara tərəf yol aldı. Heç kim dinib danışmırdı. Gözətçi huşunu itirsə də ölməmişdi hələ, xırıldayırdı. Maşın irəliləyirdi. Əli çevrilib şəhərə baxdı. İşıqlar arasındakı ulduzlar sönük kimi görünürdü. O şəhərdən keçəndə bir təhər düşüb qaçmadığına peşman oldu.
Naxaq canımı qurtarmadım. O özü qaçsa, bəlkə də gözətçinin həyatını xilas edərdi. Quldurlar onu öldürməkdən çəkinərdilər. Lakin öz həyatı təhlükədə qalacaqdı. Quldurlar ələ keçənə kimi harda olsa Əlidən intiqam alacaqdılar. Beyni dumanlı olsa da Əli düşünmək qabiliyyətini itirməmişdi. Maşın dağın dibində ensiz bir dərədə dayandı. Quldurlar yerə düşdülər. Seyfi yenə Qariklə yetim köməkləşib aşağı endirdi. Qarik dəmir dümür gətirdi. Seyfin qapısını sındırmağa başladı. Yetim də ona kömək edirdi. Ancaq çəp Əlinin yanında dayanmışdı. O heç nə demirdi. Sayıqlıqla ona keşik çəkirdi. Ancaq əbəsidir. Qaçmaq Əlinin ağlına da gəlmirdi. Hara qaça bilərdi? Əgər qaçsa onu qovub tutar, sonra bircə bıçaq zərbəsi ilə o dünyaya göndərərdilər. Seyfin sındırılması çox çəkdi. Daş qayaya səs-küy düşdü. Bunun fərqinə varan yox idi. Hamı çalışırdı ki, seyf tez açılsın. Qarik nəfəsini dərib dilləndi. Əziyyətimiz özümüzə qalmasa yaxşıdır. Heç bilmirik, içində pul var ya boşdur. Çəp dilləndi. Əclaf düşüb qaçanda pulu apardılar, dedi. Yəqin pullar bu kassadadır. Ölümcürdür, necə bəyəm? Ölməsə yaxşıdır. Nə üçün? Yazığın gəlir, sonra deyərəm. Elə bu vaxt yetim nəhayət seyfin qapısını açdı. Gəlin baxın, bu da sizin kassanız. Görün zəhmətimizə dəyər ya yox. Çəp əlini seyfə soxub oradakı kağızları xışıldatdı. Kimdədir fanar? Yetim maşının üzünü seyfə tərəf döndərib işıqları yandırdı. Quldurlar seyfdə kağız-kağızdan savayı bir şey görmədilər. Qarik əsəbləşdi. Niyə olmasın axı? Bəlkə balaca gözündədir. Yetim, pul bu gözdə olacaq, deyib sevindi. Cəld seyfin içində açar axtardı. Tapmayıb pərtləşdi. Çəp özünü irəli verdi. Çəkil geri, mən də baxım. Qarik güldü. Geri dur, sənin gözün düzdür, qoy çəp baxsın. Yetim dəmir götürüb kiçik qutunun qapısını açmağa girişdi. Nəhayət açdı. Çin-çin yığılmış pulları görüb sevindi. Urra! Yetim pulları kiçik torbaya doldurdu. Sonra kənarda dayanmış Əlinin yanına gəldi. Zarafatla onun papağını gözlərinin üstünə basıb dedi. Safxozdan pulu belə alarlar, xalası Göyçək, dedi. İndi gəl inəklərin pulunu götür. Payını da üstəlik. Çəp etiraz etdi. Bir arxayın yerə gedərik, sonra həm inəklərin pulunu götürər, həm də payına düşəni. Qarik də bu təklifə tərəfdar çıxdı. Əlbəttə, əlbəttə, bu çölün çölləməsində bölgə olmaz ki. İndi tez olun, əkilək. Yenidən maşını şəhər tərəfə sürdülər. Bir qədər getdilər. Qarik maşını çaya döndərdi. Maşın çayı keçdi. Boz təpələrin ətəyi ilə dolaşıb dayandı. Dan yeri sökülürdü. Ətrafda sakitlik hökm sürürdü. Elə buralar gündüzlər də kimsəsiz və haküysüz olardı. Quldurlar maşından tökülüb yarımcan gözətçini də yerə saldılar. Məsləhətləşmək üçün bir yerə toplaşdılar. Əlini məşvərətə dəvət etmədilər. Əlini dəhşətli fikirlər üzürdü. Başının içi güpulduyurdu. Bu dağın dibinə niyə gəliblər? Nə üçün çayın bu üzünə keçdilər? Nə üçün yaralını düşürdülər? Əli şübhələndi. Gözətçini xilas etmək istəyirdi. İndi öz həyatı təhlükə qarşısında deyildimi? Görəsən nə üçün yetim tez-tez gözətçinin ölüb ölməməsini yoxlayır? Hətta onu kuzovdan düşürəndə ehtiyatlı olun demişdi. Gözətçi yarımcan idi. Bir yumruqluq canı qalmışdı. Yox, gözətçinin dili söz tutmurdu. Bir yumruqluq canı qalan bu yazıqdan bəlkə nəsə soruşmaq istəyirdilər. Yox, gözətçinin dili söz tutmurdu. Nəfəsi güclə gedib gəlirdi. Hərdən zarıyırdı. Bəzən də gözlərini ölgün-ölgün açıb səhərin ala toranında hamıya baxır, nəzərlərini Əlidə saxlayırdı. Ancaq heç nə deyə bilmirdi. Əli daha da qorxdu. Belə çıxır ki, təkcə məni tanıyıb. Axı Əli anası ilə birlikdə dəfələrlə safxoza getmişdi. Ola bilməzdi ki, gözətçi onu görməsin. Yetim caniləri başına yığdı. Nə isə dedi. Cəld dönüb Əlinin qolundan tutub irəli gətirdi və yerə uzanmış gözətçini göstərib soruşdu. Tanıyırsan bunu? Əli başını qaldırmadan dilləndi. Tanımıram, yox. Hardan tanıyım? O səni tanıyırmı? O da məni tanımaz. Harda görüb ki, tanısın? Yetim ayağının ucu ilə gözətçini tərpətdi. Bunu tanıyırsan? Gözətçi Əliyə baxdı. Sonra da kipriklərini qapadı. Yetim,
Tanıyır, əlbəttə tanıyır dedi. Neçə dəfə Əli gedib savxoza. Deyirsiniz tanımasın? Əlinin baxışları gözətçinin üzündəki qan laxtasına və onun göyərmiş dodaqlarına tikildi. Gözətçi inildiyib nəsə demək istədi, ancaq bacarmadı. Başını tərpətdi. Əliyə belə gəldi ki, o belə deyir. Zalım oğlu, sənə neynəmişdim? Bəlkə də demək istəyirdi, bilirəm, səndə günah yoxdur. Əli susur, dinmirdi. Yetim soruşdu, kim bel tapa bilər? Qariq irəli çıxdı, bel məndə. O maşına tərəf qaçdı və tez də gödək saplı bir bel gətirdi. Yetim, kim qəbir qaza bilər dedi. İndi də çəp irəli çıxdı. Mən qazaram dedi. Beli götürüb hazır dayandı. Sonra yetimə baxıb soruşdu. Harda qazım, neçə adamlıq? Yetim 2 addım qabağa gəlib ayağının ucu ilə yeri cızdı. Elə burada qaz, ancaq tez ol, hava işıqlaşır. Yetim nədənsə qəbri neçə dəfəlik qazmaq haqqında çəpin sualına cavab vermədi. Çəp beli əlinə alıb yumşaq, qumsal torpaqda çala qazdı. Yetim indi Qariqlə çəpə göstəriş verdi ki, gözətçini çalanın yanına çəksinlər. Onun göstərişi göz qırpımında yerinə yetirildi. Yetim əlini də yaxına çağırdı. Pencəyinin qoltuq cibindən silah çıxartdı. Yanındakilərə müraciət etdi. Kim bu tapanca ilə gözətçini öldürmək istəyir? Bayaqki sözlər, vəzifə bölgüsü əlinin məngənədə saxlamaq, əsəblərinə təsir göstərmək üçün idi. Kimsədən səs çıxmadı. Yetim təklifini təkrar etdi. Səhər açılır, kim bu işi görmək istəyir? Qariqlə çəp bir ağızdan dilləndilər. Biz borcumuzdan çıxmışıq, növbə Əlinindir. Əli yerə uzanıb, halsız, taqətsiz, çarəsiz vəziyyətdə onlara tamaşa edən gözətçiyə baxdı. Sonra tapançanı ona verməyə hazırlaşan yetimə tərəf çönüb başını buladı. Mən adam vura bilmərəm. Yetim ona lap yaxınlaşdı. Xeyr dostum, bu işi sən görməlisən. Əli birdən bocardı. Yox, nə danışırsan? Qariqin şilləsi Əlinin üzündə tapança kimi partladı. Yetim Qariqi geri tələdi. Bu nədir? Adam dostu əl qaldırar. Bu olmadı, bax, bu olmadı. Əli ağıllı oğlandır, sözdən çıxmaz. Çəp yetimə him elədi. Belə çıxırdı ki, deyir, bu küçüyün özünü də başımızdan eləməliyik. Yetim çəpə əhəmiyyət vermədi. Hövsələsini basıb Əliyə müraciətlə dedi. Sən bizimlə birinci dəfəsən. Buna görə də ağır işi sən görməlisən ki, bizi satmayacağına arxayın olaq, bildin? Əli inad göstərdi. Mən qorxuram dedi. Əlim gəlmir. Nə istəyirsiniz özünüz edin. Çəp yetimə yenə nəsə işarə etdi. Dalbadal 2 güllə açıldı. Əlinin gözlərinə zülmət çökdü. Bu vaxt çəp özünü gözətçinin meyidinə yetirdi. Əl atıb onun arxasındakı medalı qopartdı. Ciblərinə əl gəzdirdi. Sonra onun açıq gözlərini kobud tərzdə qapadı. Sanki onlardan qorxurdu. Quldurlar maşına dolub şəhərə tələsdilər. Gözətçinin üstünü torpaqlamışdılar. Amma özləri ilə yenə də yaralı aparırdılar. Əlini hələlik öldürməmişdilər. Yetim silahı çəpə verəndə demişdi. Hirsləndim, özümü saxlaya bilmədim. Yaralını götürün aparaq. Hər halda qonşumuzdur. Tfu, patrondaş da boşdur, deyə çəp söyləndi. Arxiv işi. Kərimovla Xəlilov nəzərdə tutulan tədbirləri görmüşdülər. Bundan əlavə onlar Abdullayev kimi 10 il qabaq şəhərdə baş verən cinayət işlərini arxivdən çıxarıb tanış olmuşdular. Lakin son vaxtların qarətlərinə oxşar iş tapmamışdılar. Dövlət pulunu mənimsəyənlər, kassiri aldadıb saxta sənəd ilə pul alanlar olmuşdu. Ancaq heç kim qətlə yol verməmiş, kassanı qarət etməmişdi. Cinayətkarlar cəzalarını çəkib qurtarmışdılar. Hərə bir işlə məşğul idi. Prokurorluğun müstəntiqi Kərimov ümumi arayış tərtib etmiş, rəy də yazmışdı. O rəyində göstərirdi ki, son hadisələrdə bir-birinə oxşarlıq çoxdur, eynilik də vardır. Həm də bu cinayətləri törədənlər dəstə halında hərəkət edir. Dəstə üzvləri müxtəlif peşələrdən başı çıxanlardır. Onlar bankdan pul alındığını əvvəlcədən biliblər. Deməli, dəstədə Dövlət Bankı ilə əlaqəsi olan adam da vardır. Dəstənin üzvlərindən biri şoferdir. İstədikləri vaxt maşından istifadə edirlər. Seyfləri sındırmağı, doğramağı, açmağı bacarırlar. Lazım olanda açar düzəldirlər. Avtogen aparatından da və başqa alətlərdən də istifadə edirlər. Dəstəyə bir və ya bir neçə fiziki cəhətdən çox güclü adam fəaliyyət göstərir.
Yoxsa ağır seyfləri maşına qoymaq, lazım gəldi də düşürmək mümkün olmazdı. Kərimovun rəyi Xeyrullayevin yanında müzakirə edildi. Bu cinayətlərlə ancaq bir dəstənin məşğul olması üstündə mübahisə düşdü. Qorxmazovla Haşim Hətəmoğlu buna qol qoymadılar. Bunu söylədilər ki, nəticə çıxarmaq üçün əsaslar azdır. Kərimovun rəyi təkcə fikir mübadiləsinə əsas ola bilər. Qorxmazovla Hətəmoğlu sözlərini dedilər. Hətta Kərimovla əlbir işləyən Xəlilov zarafatla dedi. Kərimovun fikrincə biz cinayətləri ya idman meydançasında, ya da peşə məktəblərində axtarmalıyıq. Müzakirə və mübahisədən sonra müəyyən bir nəticəyə gələ bilmədilər. Xəlilovun zarafatı, bu zarafatdakı idman sözü Qorxmazovda balaca maraq doğurdu. Nədənsə Qarek bütün varlığı ilə gəlib Qorxmazovun gözləri önündə dayandı. Ancaq üstünü vurmadı. Yoxsa öz fikirlərinin əleyhinə çıxmış olardı. Axı bütövlükdə rəyə qarşı durmuşdu. Ertəsi gün Xeyrullayev işə çıxan kimi bəzi sənədləri imzalayıb kənara qoydu. Bu günün poçtuna baxdı. İşçiləri qəbul edib tapşırıqlar verdi. Birdən qara telefon zəng çaldı. Xeyrullayev dəstəyi qaldırdı. Buyurun. Qorxmazovun gür səsi eşidildi. Sabahınız xeyir Bədəl Xeyrullayev. Sabahınız xeyir Mayor Qorxmazov, sizə qulaq asıram. Hadisə var, istəyirəm xəbər verim. Sonra deməyəsiniz ki, bizdən gizlədibsiniz, deyə Qorxmazov səsləndi. Bu məzəmmət nə üçündür? Bizim aramızda şəxsi ixtilaf ola bilməz. Ümumi iş tələb edir ki, elə isə qulaq asın. İndicə yaxınlıqdakı rayondan mənim yanıma milis işçiləri gəlib. Bir savxozun seyfini, yük maşınını və gözətçisini aparımlar. Seyfi bizim şəhərin kənarında sındırıb, içindəki pulları götürüblər. Yük maşını şəhərin yuxarı hissəsində, çaylaqda tapılıb. Gözətçidən bir xəbər yoxdur. Maşının kuzovu qanlıdır. Görünür, gözətçini öldürüb, meyidini gizlədiblər. Qorxuram bu işdə sizin təkid edib, buraxdığınız günahsızların da əli ola. Yuxarıya xəbər verinmi? Prokuror təmkinlə dedi. Tez nəticə çıxarmayın, xəbər verməyinə verin. Ancaq məktubun surətini mənə də göndərin. Sutkalıq məlumata əlavə etmək lazımdır. Qorxmazov razılaşmadı. Sutkalıq məlumata bunun nə dəxli? Cinayət başqa ərazidə başlayıb, bizim ərazidə qutarıb. Mən həm sizə, həm mərkəzə yazacağam. Özü də indidən bildirirəm ki, inciməyin. Sizi möhkəm təqsirləndirəcəyəm. Təqsirləndirəcəyəm sözü prokurorun xoşuna gəlmədi. Ciddiləşdi. Xahiş edirəm, heç olmasa indiki vəziyyətinizdə təmkinli olun. Məlumatı elə yazın ki, nəticəsindən utanmayasınız. Rəis nala mıxa vurdu. Onda gərək siz də əsassız yerə vaxtı ilə qarətçilik etmiş, adam öldürmüş şübhəli şəxsləri həbsdən buraxdırmaq fikrindən vaz keçəydiniz. Mənim barəmdə pis fikir yaranıb. Demək, biz səbəb olmuşuq sizin nüfuzdan düşməyinizə? Belə çıxır. Əzizim, məni başa düşün. Sizin haqqınızda heç kəs pis fikir yaratmır. Buna ehtiyac da yoxdur. Hamımız çalışırıq ki, məsələni bir yana çıxaraq. Əslində bir-birimizə kömək edirik. Gəlin boynumuza alaq ki, aləmi qarışdırmışıq. Uzun müddətdən bəri açılmayan cinayətlər, əsassız həbslər. Yoldaş prokuror, gərək biz tutduğumuz adamları buraxmayaydıq. Birdən olmadı siz deyən, oldu Haşim Hətəmoğlu deyən. Haşim da özünə görə operativ adamdır. O deyən düz çıxsa, deməzlərmi caniləri əlləri ilə buraxıb ayaqları ilə gəzirlər. Elə mən sizi də nəzərə alıram. Böyük səhvə yol vermişik. Prokuror dəstəyi qulağından kənarı enib başını tərpətdi. Yoldaş Qorxmazov, adamları buraxmaqda haqlıyıq. Onları həbsdə saxlamağa sadəcə olaraq əsasımız yox idi. Həqiqətən cani olsalar da, olmasalar da. Caniyə cani olduğunu boş sözlə yox, təkzibsiz dəlillərlə sübut etmək gərəkdir. Nə qədər deyərlər bunu? Telefon söhbəti əsnasında Kərimovla Xəlilov prokurorun otağına gəlmişdilər. Ayaq üstə dayanıb qulaq asırdılar. Prokurorun cavablarından nə mövzuda mübahisə getdiyini anlamışdılar. Prokuror rəislə xudafizləşmədən dəstəyi yerinə qoydu. Kərimov yarı gülümsər vəziyyətdə xəbər aldı. Mayor yenə nədən şikayətlənir? Şikayəti öz yerində, köhnə palan içi tökür. Ancaq xoşa gəlməz bir xəbər verdi. Bu gecə bir savxozdan çoxlu pul aparıblar. Gözətçi yoxa çıxıb. Güya onu öldürüblər. Meyit tapılmır. Qonşu rayondan milis işçiləri gəlib. Cinayətkarların istifadə etdiyi maşın bizim ərazidən tapılıb. Bu da belə. Kərimov hirsindən rəngi ağarmışdı. Xəlilov bir xeyli dinmədi. Nəhayət Kərimov sükutu pozdu. Yəqin mayorun mülahizəsi belədir. Cinayətkarlar həbsdən naxaq qazad olunublar. Təzə cinayətləri törədənlər də onlardır.
Prokuror dinmədi. Kərimov sözünə davam etdi. Əslinə baxsan biraz da haqqı var. Xəlilov məsələyə qarışdı. Hələ bu azdır. Bizə deyəcəklər ki, hadisə yerinə özünüz gedin. Sübutları özünüz toplayın, izləri özünüz tapın. Cinayəti özünüz açın. Onda bilərsiniz ki, cinayət açmaq nə deməkdir? Bu meydan, bu şeytan deyəcəklər, eləmi? Xeyrullayevin səsində bir istehza duyuldu. Xəlilov icazə istəyib siqaret çıxartdı. Mənə elə gəlir ki, dedi, bu cinayətdə əvvəlki cinayətləri törədənlərin dəsti xətti var. Yenicə həbsdən buraxılanlar düşünürlər ki, onlar nəzarət altındadırlar. Belə cinayətə əl qoymazlar, girişməzlər də, qorxu hissi imkan verməz. Bu nəzərimizdən kənarda qalıb, fürsət düşən kimi cinayət törətməyə alışmış xüsusi dəstənin işidir. Prokuror Xəlilovu dinləyir və sevinirdi ki, mülahizələrində möhkəm məntiqə əsaslanan yeni hüquqşünaslar nəsli yetişir. O öz-özünə deyirdi, onlar bizim səhvlərimizi təkrar etməyəcəklər, daha dəqiq, daha sərras və səbirlə işləyəcəklər. Təcrübəli, öz sənətini təəssübünü çəkən, gələcəyini düşünən təcrübəli ədliyyə müşaviri bununla fəxr edirdi. Kərimov işə savxozun malikanəsinə baxmaqdan başladı. Malikanə geniş bir sahənin ortasında idi. Ağdaşdan hörülmüş bir mərtəbəli tikillər boş şiferlə örtülmüşdü. Binalar aralı-aralı olsa da ümumi kompleksə daxil idi. Malikanə kəndin kənarında idi. Kərimov hələ hadisə yerinə çatmamış bura çoxlu adam yığılmışdı. Təəccüblü bir şey yox idi. Təbii ki, hamı dəhşətli hadisənin təfsilatını öyrənmək istəyirdi. Ərazinin məxsus olduğu rayonun inzibati işçilərindən də gələnlər vardı. Kərimov hadisə yerinə çatan kimi vaxt itirmədən direktoru sorğu-suala tutdu. Nə qədər pul aparıblar? Dünən bankdan 50.000 manat almışdıq. Cəmsi 8.000 ayrılıb paylanmış, qalan 42.000-i kassada olub. Kassanı maşına qoyub yerli dibli aparıblar. Mən ömrümdə belə şey eşitməmişdim. O boyda kassanı necə aparıb maşına qoyublar? Təəccüblüdür. Həmin kassanı yük maşından 5-6 adam düşürüb gətirmişdi idarəyə. O da güclə. Kərimov əvvəlki işlərin təhlilindən hasil olunan qənaətinin möhkəmliyinə bir daha inandı. Burada da güclü adam iştirak edib, deyə fikirləşdi. Gözətçidən nə xəbər var? Direktor heyfsləndi. Məətəl qalası işdir. Kişi 50 ayaqlı yoxa çıxıb. Bir çətəndə külfəti var. Kərimov direktorun üzünə baxıb xeyli duruxdu. Bu işdə gözətçinin əli ola bilməz ki. Xeyr canım, namuslu adamdır. Kassirin necə? Sualı elə bir xüsusi ahənglə verdi ki, qoy direktor elə güman etsin ki, o kassirdən şübhələnir. Kərimovun məqsədi vardı. Həm də direktorun hadisəyə münasibətini öyrənirdi. Axırıncı suala direktor əlüstü cavab verdi. Yaxşı adamların biridir, yaşlı adamdır. Çoxdandır kassirdir. Onların heç birindən nə gözətçidən, nə kassirdən şübhələnmirik. Kərimov söhbəti qurtarmış kimi ayağa qalxıb otaqda var-gəl etdi. Heç mən də onlardan şübhələnmirəm, dedi. Kassiri çaxdırmaq olarmı? Direktor bu saat deyib otaqdan çıxdı. 2-3 dəqiqədən sonra qayıtdı. Onun ardınca yaşı 60-a yaxın qoca bir kişi içəri girdi. Salam verib ayaq üstə dayandı. Kərimov onu başdan ayağa süzdü. Oturun. Direktor otaqdan çıxdı. Onları tək buraxdı. Kassir əyləşməmişdən əvvəl yaxınlaşıb Kərimovla əl verdi. Hal əhval tutdu. Müstəntiq hiss etdi ki, bu kişi onu tanıyır. Ancaq tanışlığın təfsilatına varmadan törənmiş cinayət barədə soruşdu. Kim eləmiş olar bunu? Kassir duruxdu. Müstəntiqin üzünə şax baxıb qətiyyətlə dedi. Savxoz adamlarından heç kimin bu işdə əli ola bilməz. Çünki hamısını Kərimov onun sözünü kəsdi. Nədən bilirsiniz? Savxoz adamlarının hamısını tanıyıram. Dövlət puluna göz dikməzlər. Görürsünüz ki, gözətçi yoxa çıxıb. Bəlkə elə quldurları tanıyıb deyə onu əkiblər, hə? Bəlkə elə bu kəndin adamları aparıb seyfi. Bəlkə onları tanıdığına görə gözətçini də bir təhər ediblər, hə? İnanmıram. Bizim adamlardan onu əl qaldıran olmaz. Elə bu yaxınlarda onu kənd sovetinə deputat seçmişdik. Xətir hörmətli adamdır. İndi deyəcəksiniz ki, nə üçün bu balaca işdə işləyir? Biraz şikəstliyi var, cəbhədə olub. Tarixi uzundur, danışsam baş ağrısı olar. Kərimov dedi, hə, yadımda ikən, məni hardan tanıyırsınız? Kişi eynəyini alnına qaldırıb qımışdı. Tanıyıram, çox yaxşı tanıyıram, dedi. Kolxoz işindən, Bakı fəhləsi kolxozunun işindən. O Kərimovun fikrə getdiyini görüb sözünə davam etdi.
Çoxdanın əhvalatı deyil ki, unudasınız. O vaxt mən mühasib işləyirdim. Çağırıb kolxozu yoxlamağa göndərdiniz. Kərimov hər şeyi xatırlayıb gülümsündü. Bəli, bəli dedi. İndi yadıma gəlirsiniz. Gərək ki, adınız da Açar Əbdürrəhman deyərlər. Açar, hə. Bir neçə il qabaq Kərimova kolxozda yeyinti faktının üstünü açıb, özünü güllə batmaz, top dağıtmaz hesab eləyən sədrin bəd əməllərini açıb üzə çıxartmaq tapşırılmışdı. O vaxtlar Kərimov cəmisi bir il idi ki, müstəntiq işləyirdi. Kolxoza gələndə ehtiyatlı tərpənib, özü ilə birlikdə qonşu kənddən mühasib də gətirmişdi. Heç kəs inanmırdı ki, ağzından süd iyi gələn bu cavan müstəntiq belə mürəkkəb işə girişib, ələyri sədrlə bacarsın. Mühasib Əbdürrəhman Kərimovun qanunpərəstliyini sevib, ona canla başla kömək edəcəyinə söz vermişdi. O ləqəbini də elə o vaxt demişdi. Qardaş oğlu, işdən möhkəm yapış. Bu sədr çox möhkəm qıfıldır. Qoy olsun. Mən də Açar Əbdürrəhmanam. Kərimov, onda mənə çox kömək etdiniz dedi. İş yaxşı açıldı. Yaxşı da başa çatdı. Görək indi necə kömək edə biləcəksiniz? Əbdürrəhman kişi təəssüflə dilləndi. O iş ayrı, bu ayrı. Ay səni sağ olasan. Kağız-küğuzda rəqəm dolaşığını açmaq asandır. Sayğacım olsa bəsimdir. Bu isə zor məsələdir. Mənim burada nə köməyim deyə bilər? Yoldaş Əbdürrəhman, mənə bir şeydə kömək edin. Kassir təəccübləndi. Nədə? Buyurun, mən hazır. Kassaya nə vaxt və nə qədər pul gəlib? Nə qədəri xərclənib? Kənardan və yaxud kolxoz adamlarından kassada pul olub olmamağı ilə maraqlanan olubmu? Kassir eynəyinə hovxurdu. Dəsmalının ucu ilə şüşələrini sildi. Matdım-matdım Kərimova baxdı. Nə isə yadına salmağa çalışdı. Kassada 42 min manat pul vardı, dedi. O ki qaldı pulun gəlməsinə, bunu bilən çox idi. Çünki işçilər zəhmət haqqı gözləyirdilər. Dünən pulun bir qismini paylamışdım. Fəhlələrin çoxu uzaq briqadalardandır. Hamıya pulu bir gündə paylamaq çətindir. Qaldı kənardan maraqlanan, şəhərdən bir uşaqla bir qadın pul üçün gəlmişdi. Mal qaralarını safxoza satıblar. Biz onlara pul verməli idik. Ancaq ödənç vərəqinə baş mühasib qol çəkməli idi. O da gəlib çıxmadı. Əli boş qayatdı. Bir parça uşaq. Qadın xeylağı, nə bilim valla. Başa düşmədim. Əbdürrəhman kişi duruxdu. Bir qadın uşağı ilə ki gəlmişdi, safxoza qaramal satıblar. Xeyli pul eləyir. Gəlmişdilər almağa. Ancaq ödənç vərəqinə baş mühasib qol çəkməli idi. Dedim ki, sabah gəlin. Başa düşdüm. Deyin görüm oğlanın yaxud anasının adı, familiyası yadınızda deyil ki. Gərək ki, uşağın adı Əlidir. Anası Floradır, Noradır. Bunlardan biridir. Ödənç vərəqində yazılıb. Deyirdilər ki, dağdan köçüblər şəhərə. Arvad belə danışırdı. Düzünü baş mühasib bilər. Sənədlər ondadır. Gözətçinin arvadı da buradadır. Lazımdırsa çağırım. Kərimov fikrə getdi. Sonra dedi, yaxşı, gözətçinin arvadını çağırın. Çox keçməmişdi ki, 2 yaşlı qız uşağını sinəsinə basmış, arıq və qarayanız bir qadın içəri girdi. Başını tərpətməklə salam verib dinmətcə dayandı. Ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Üzündə dırnaq izləri vardı. Görünür əlinin müsibətindən üzünü cırmışdı. Kərimovun birinci sualı bu oldu. Yoldaşınız dünən evdə nə vaxt çıxıb? Gedəndə bir şey deməyib? Qadın gözlərini sildi. Duruxdu. Sonra kövrək və güclə eşidiləcək bir səslə axşamüstü, həmişə getdiyi vaxt evdən çıxdı. Bir söz tapşırmadı. Səhər tezdən qayıdıb evə gəlməli idi. Yanında pulu var idimi? Gərək ki, heç pulu yox idi. Olsa da xırda xuruş olardı. Sənədi, şəxsi vərəqəsi və yaxud kağız-küğuzu necə? Sənədlərini bilmirəm, amma döşündə medalı vardı. Bu yaxınlarda vermişdilər. Nə medal idi bilmirəm, direktor bilər. Daha nə demək istəyirsiniz? Bircə bunu xahiş edirəm. Haqqında bir xəbər varsa, mənə deyin, gizlətməyin. Kişinin başına gələni birinci mən bilməliyəm. Başqa elə bir yaxını yoxdur. Hələlik bir xəbər yoxdur, axtarırıq. Nə xəbər çıxsa biləcəksiniz. Qadın ağlaya-ağlaya dedi. Gecə qonşumuz onu axtarırdı, bilmirəm nə eləyirdi. Müstəntiqi maraq bürüdü. Xahiş edirəm, ətraflı danışın. Kim axtarırdı onu? Qonşumuz Səməd gecə gəlib onu soruşdu. Dedim gözətçiliyini eləyir. Səməd dedi ki, oradan gəlir. Kimsə içərdən xəbər verdi ki, bu axşam Əhmədin növbəsi deyil, evdədir. Mən dedim yalan sözdür, Əhməd evdə yoxdur. Görəsən Səmədi kim aldadıb?
Kərimov kağıza nə isə qeyd etdi. Qadını yola salanda tapşırdı ki, bu söhbəti hələlik heç kimə deməsin. Müstəntiq qaçırılmış maşının sürücüsü ilə savxozda görüşə bilmədi. Sürücü maşının tapılması xəbərini eşidib ora getmişdi. Hələlik qayıtmamışdı. Kərimov onunla söhbətini sonraya qoydu. İndi isə hadisə yerini müayinəyə başladı. O canilərin haradan gəldiklərini müəyyənləşdirməyə xeyli vaxt sərf etdi. Birinci növbədə istəyirdi ki, bilsin, canilər kənardan gəliblər, yoxsa savxoz adamlarıdır. Bu vacib məsələ idi. Cinayətin izinə düşmək istəyən bunu öyrənməli idi. Kərimov darvaza kənarında maşın təkərlərindən qalan izləri gördü. Torpaq yolla gələn maşın burada dayanmış, sonra dalı-dalı getmiş, təkərlər lırt torpağa çıxıb dərin axışlar salmışdı. Açıq bilinirdi ki, təkərin birində yamaq olub. Kərimov bu izlərin 3-4 yerdə şəklini çəkdi və sonra gipsə köçürmək üçün nişanələr qoyub oranı qorumağı tapşırdı. Sonra öyrəndi ki, həmin izlər savxozun malikanə həyətinə gəlib gedən adi maşınların təkərindən düşməyib. Bu sözsüz ki, caniləri gətirən maşının izidir. Kərimov seyfin qoyulduğu otağa gəldi. Direktordan seyfin təkərsiz olduğunu öyrəndi. Sonra döşəməyə diqqətlə baxıb öz-özünə dedi. Əvvəlki cinayətlərə bənzəyir. Aralarında pəhləvan güclü adamlar var. Seyfi hop götürüblər. Kərimov yük maşını çıxarılıb aparıldığı qaraja gəldi. Qarajın qapısı sındırılmışdı. Müstəntiq savxozda işini qutarıb yük maşınının tapıldığı yerə və seyfin sındırılıb atıldığı dərəyə yollandı. Savxozdan çıxanda müstəntiq spidometrin göstərdiyi rəqəmi bloknota yazdı. İstəyirdi ki, canilər gedən yolun uzunluğunu müəyyən etsin. O, savxoz sürücüsündən axşam yük maşınının bakında nə qədər yanacaq olduğunu öyrənib hesablama aparacaqdı. Yoldaş Kərimov təklikdən bezmiş kimi birdən üzünü prokurorluğun sürücüsünə tutub gözlənilmədən soruşdu. Ağlın nə kəsir, bu iş açılacaq yoxsa yox? Sürücü dinmədi, çiynini çəkməklə kifayətləndi. Kərimov dedi, ağıl ağıldan ötkəm olar deyiblər. İşçiləri əvvəlki hadisə yerlərinə sən aparıbsan. Hər şeyin şahidi olubsan, söhbətlərini eşidibsən. Sürücü sözünə adamlar kimi başını tərpədib gülümsədi və dedi, işçiləri əvvəlki hadisə yerlərinə mən aparmamışam. Heç nəyə şahid olmamışam. Onlara təhkim olunmuş xüsusi maşın var. Həmişə onunla gedib gəlirlər. Bilirsiniz ki, prokurordan başqa heç kimi gəzdirmirəm. Hansı maşındır onları aparıb gətirən? Tikinti idarəsinin Pobedası. Sürücünün adı isə İbaddır. Kərimov xeyli dinmədi. Sonra fikirdən ayılıb, dayan dedi. Yadıma düşdü. Pobeda kassası qarət edilən 4 nömrəli tikintinin maşınıdır. Özüdür ki var. Gözətçisi sağ qalan. Seyfi də öz açarı ilə açılan tikintinin eləmi? Bəli, yaxşı tapıbsınız. Həmişə o maşınla gedib gəliblər. Bəli, əvvəllər o maşınla gedib gəliblər. İndi də belədir. Hərdən bizimkilər o maşından çox istifadə edirlər, deyə Kərimovun şübhəsi sürücünün nəzərindən qaçmadı. Bəzən mən xəstə olanda prokuror da İbadın Pobedasında aparıb gətirir. Kərimov barmağını dodağına apardı, lakin heç nə demədi. Ancaq sürücünün fikrini başqa axıra salmaq məqsədi ilə dedi. Sən bilən, əvvəl həbs olunan şəxsləri, elə deyə mağaza müdürünün nişanlısını buraxmaqda haqlıyıq, yoxsa işləri körlamışıq? Kərimov çevirib sürücüyə baxdı. Cavab gözləyirdi. Bir xeyli gedəndən sonra sürücü yenə gülümsündü. Mən nə bilirəm belə şeyləri. Qarşıda çala vardı. O sürətini azaltdı. Yollar da yol deyil ki. Sonra heç biri danışmadı. Onlar yük maşını tapılan yerə çatanda demək olar ki, gün ortadan keçmişdi. Maşın şəhərdən xeyli yuxarıda, çayın içində idi. Onun yanında savxozun sürücüsündən başqa heç kim yox idi. Uca-uca dağlardan axıb gələn dəli çay buralarda yatağını xeyli genişləndirmiş, yerini rahatlamışdı. Bu çay həmin çay idi ki, vaxtilə Heydəri öz burulğanında boğmuş, Anuşun faciəsinə səbəb olmuşdu. Güclü daşqınlardan sonra çayın köpü yatmışdı. Onun yatağındakı daşlar orada-burada üzə çıxmışdı. Su elə azalmışdı ki, indi buradan balaca uşaq da qorxusuz keçə bilərdi. Kərimov yük maşınının sürücüsünə salam verib özünü təqdim etdi. Hələ hadisə yeri ilə maraqlanmadan soruşdu. Bura gəlib gedən olubmu? Sürücü söhbətin kimlər barədə getdiyini anladı. Bəli, 2-3 dəstə adam gəlib getdi. Hətta şəhərdən də gələnlər vardı. Böyüklər gəlmişdi. Sizdən bir söz soruşublarmı? Demək olar ki, yox. Ancaq bir nəfər dedi ki, sonra səninlə işim olacaq.
Gözətçidən bir xəbər yoxdur, sürücü təəssüflə dilləndi. Heç bir xəbər yoxdur. Bəs burada nə gözləyirsiniz? Avtomaşının yanında qalmışam. İndi gəlib onu milisə aparacaqlar. Hara? Şəhərə yoxsa rayon milisinə? Onu bilmirəm. Kərimov yük maşınının kuzovuna baxdı. Bəzi yerlərdə qan ləkələri gördü. Ancaq heç nə yazmadı. Sürücü xəbər verdi ki, maşına baxıblar. Şəklini çəkiblər, protokol yazıblar. Maşını yerindən tərpədən olmayıb ki? Xeyr, elə necə tapılıb, elə də yerində durur. Onu ilk dəfə kim görüb? Bilmirəm, biz gələndə burada adamlar çox idi. Bəs nə üçün maşını qaçıranlar burada saxlayıblar? Benzin qutarıb, bak boşdur. Kərimov özü açarı burub yanacağın qədərini göstərən cihaza baxdı. Əqrəb sıfırın üstündə idi. Siz mənə deyə bilərsinizmi onu axşam qaraja qoyanda bakında nə qədər yanacaq vardı? Heç nə qədər. Belə isə bəs maşını necə işlədiblər? Qarajdakı qabda benzin var idi. Onu töküblər baka. O da bura çatanda görünür benzin qutarıb. Kərimov yük maşınının ətrafında gəzindi. Dəqiq deyə bilməzsən benzin nə qədər olub? 10 litr ya 15 litr? Nə bilim, 20 litrlik bak idi. Üstündən biraz işlətmişdim. Siz maşının nə qədər yol getdiyini bilmək istəyirsiniz? Axşam maşını qaraja qoyanda onun nə qədər məsafə qət etdiyini yadına sala bilərsənmi? Deyə Kərimov onu sanki eşitmədi. Sürücü boynunu qaşıyıb cavab verdi. Yol vərəqəsində var da. Kərimov onu diqqətlə süzdü. Yəni belə dəqiq hesab aparırsan? Avtomaşınım hələ təzədir. Onun nə qədər yol getdiyini hər gün qeyd edirəm. O cibindən əzik üzü yol vərəqi çıxardıb baxdı. Kərimova da göstərib əlavə etdi. Maşını qaraja qoyanda rəqəm 8515 olub. İndi isə 8628-dir. Deməli onu 113 kilometr sürüblər. Kərimov öyrəndiklərini cib dəftərinə yazıb sürücüdən ayrıldı. Kassa sındırılan yerə getməyi təxirə saldı və prokurorun minik maşınına əyləşdi. Maşına oturanda spidometrə baxdı. Yük maşınına nisbətən az yol getmişdilər. Görünür, əyri-üyrü yolla gediblər deyə müstəntiq düşündü. Yol boyu Kərimov yük maşını nə üçün məhz burada dayandırılması səbəbi, həm də gözətçinin müqəddəratı barədə bir daha fikirləşdi. Güman edirdi ki, canilər yük maşından səhər açılanda düşüb, şəhər kənarındakı məhəllələrdən birində gizləniblər və özlüyündə bunu əsaslandırmağa çalışdı. Kərimov şəhər prokurorluğuna gəldi. Bu vaxt Xəlilov safxoz kassasının qarəti faktına dair apardığı yoxlamalar və eşitdiyi söhbətlər barədə prokurora məlumat verirdi. Kərimovu safxoza yola salandan sonra Xəlilov yük maşınının tapıldığı yerə getmiş, nə lazımdırsa onu etmişdi. Hər iki müstəntiq prokurorla söhbətləri bitdikdən sonra 4 nömrəli tikinti idarəsinə yollandılar ki, fürsət tapıb İbadın Pobedasını gözdən keçirsinlər. Axşam iş növbəsində Xəlilovla Kərimov prokurorluğa qayıtdılar. Apardıqları yoxlamalar barədə öz mülahizələrini bir-birinə söyləyib müəyyən rəyə gəldilər. Onlar şəhər prokurorunun kabinetinə toplaşanda gecə saat 11 idi. Kərimov xahiş etdi ki, mayor Qorxmazovu da çağırsınlar. Prokuror bunu gözləyirmiş kimi böyründəki qara telefona tərəf dönüb dəstəyə qaldırdı. Minis rəisinə zəng çaldı. Yoldaşlar yanımdadır, dedi. Məsləhət görürlər ki, axırıncı hadisənin müzakirəsində siz də iştirak edəsiniz. Özünüzlə Hətamoğlunu da gətirin. Nəhayət, Qorxmazov və Hətamoğlu gəlib çıxdılar. Prokuror ayağa qalxıb rəisi əl verdi. İncik dostlar bir-birinə baxıb gülümsədilər. Müstəntiqlər yerlərindən durub, rəis və Hətamoğlu ilə salamlaşdılar. Xəlilov öz stolunu təklif etdi. Rəisin gəlişi ilə nədənsə otaqda xoş əhval-ruhiyyə yarandı. Bəlkə bu ona görə idi ki, onlar rəisin könlünü alıb, onu işə daha ürəkdən cəlb etmək istəyirdilər. Kim bilir, rəsmi münasibətlərdə də ürək-ürəkliyində qalır. Müzakirəyə toplaşanlar əvvəlcə Kərimova qulaq asdılar. Məlum oldu ki, Kərimovun darvaza kənarında müşahidə etdiyi təkər izləri İbadın sürdüyü Pobedanın təkər izlərinə uyğundur və yük maşınının qət etdiyi məsafənin uzunluğu ilə işlətdiyi yanacağın qədəri düz gəlir. Bu da aydın oldu ki, hələlik gözətçidən bir xəbər yoxdur. Heç kəs şübhə etmədi ki, onu öldürüblər. İndi də meyidin axtarılması barədə mübahisə düşdü. Bəziləri cəsədləri su quyularında, bəziləri çayın yarğanlar dibinə əmələ gətirdiyi gölməçələrdə axtarmağı məsləhət görürdü. Müstəntiq Abdullayev dedi ki, canilər meyidi harada isə bastırıblar. Sonra maşınla geri qaydanda yanacaq qutarıb. Maşının hərəkət istiqaməti şəhər kənarından çaya çıxan yeganə yola uyğun gəlir. Şəhərin ətrafında quyular yox idi.
Ona görə də meyidin bastırılması gümanı daha çox idi. Prokuror hamıdan sonra Fərəc Qorxmazova söz verdi. İndi də mayorun fikrini dinləyək. Görək o nə deyir və nə məsləhəti var. Mayor özünə məxsus qaydada ağır-ağır ayağa qalxıb rəsmi görkəm aldı. Meyidin axtarılması haqqında gündüzdən göstəriş vermişəm dedi. Bu cinayəti həbsdən azad etdiyimiz adamlar törədiblər. Mənim üzərində dayanmaq istədiyim məsələ budur. Həbsdən buraxılanlar qəsdən safxoz cinayəti törədiblər ki, bizi çaşdırsınlar. Adam da bu qədər inadkar olarmı? Xeyrullayev düşündü. Məsləhətiniz nədir? Kərimov əsəbi halda sual verdi. Bu, o qədər də rəisin xoşuna gəlmədi. O səsinin əvvəlki ahəngini qoruyub dedi. Gecələr gözümə yuxu getmir. Adamlarım səhərə kimi ayaq üstündədir. Yenə yaxşı ki, safxoza əl atıblar. Atalarına rəhmət. Əvvəl-axır bu dəladuzları həbsdən buraxdığımıza görə lazımi yerində cavab verməli olacağıq. Haşim Hətəmoğlu rəisin sözlərini təsdiq etmək üçün başını tərpətdi. Müşavirə iştirakçıları hiss edirdilər ki, mayor Qorxmazov gileylidir. Bayaqçı mehriban qəbul bir nəticə verməyib. Rəis cavab verməli olacaq sözləri ilə bir növ onları hədələyir. Xeyrullayev bu dəfə də mayora təmkinlə qulaq asdı və heç nə demədi. Görünür ki, bu düzələn deyil. Gec-tez başımıza bir əngəl açacaq deyə düşündü. Hər şeyi götür-qoy edəndən sonra dəfələrlə dediyini bir də təkrar etdi. Nə qədər ki sübut yoxdur, əsassız mülahizələrə görə kimisə həbsdə saxlamaq olmaz. Sübutu göstərin, həbs etmək asandır. Yoldaş Qorxmazov, siz əvvəl həbs edib, sonra sübut axtarmağa öyrənibsiniz. Belə yaramaz. Həmişə hər yerdə sübut birincidir, yenə də birinci olaraq qalır. Xeyrullayev arada çevrilib istintaq materiallarına dərindən bələd olan Abdullayevə baxdı və mayora müraciətlə əlavə etdi. Xahiş edirəm, ortalığa pərtlik salmayın. Bura söz güləşdirməyə yox, mühüm məsələləri həll etməyə yığışmışıq. Günü sabahdan işçilərinizdən birini ayırıb Xəlilovun sərəncamına verin. Bu da olsun sizin bizə köməyiniz. Prokuror sözünü qurtarmamış, mayor Qorxmazov və onunla gələn Hətəmoğlu müşavirədən nümayişkaranə çıxıb getdilər. Heç kəs rəisdən bunu gözləmirdi. Kərimovla Xəlilov müşavirədən bərabər çıxdılar. Onlar sakit küçə ilə çiyin-çiyinlə addımlayır, öz aralarında hər şeyi bir də ölçüb biçirdilər. Yeni cinayət hadisəsi onların qanını lap qaraltmışdı. Mayor Qorxmazovla prokurorun arasında sərinliyin getdikcə dərinləşib münaqişəyə çevrilməsi də bir yandan keflərini pozmuşdu.